Space xəbərə baxırsınız, aidiyyatı qurumlar qəza səbəbindən 2 mərtəbəli fərdi evi sökdülər. Əməkdaşlarımız hadisə yerində olarkən öyrəniblər ki, kollektor xəttinin üzərindəki ev 2012-ci ildə heç bir sənədi olmadan tikilib. Daha ətraflı süjetdə. Kollektorun üstündə 22 ev var da. Bizə görə indi keşə də o qədər ziyan gördü. Səbəb uzun illər öncə Xətai rayonu Rəşid Bağırov 36 ünvanında kollektorun üzərində tikilən 2 mərtəbəli fərdi ev olub. Kollektorda yaranan nasazlığa səbəb bir neçə il öncə bu borun üzərində tikilən evdir. Hansı ki, evin bütün qurut suları, kanalizasiya suları elə borunun qəzalı vəziyyətə düşməsinə səbəb olub. Elə evdə buradakı yaranmış nasazlığın aradan qaldırılması üçün söküldü. Artıq kollektoru qəzalı vəziyyətə salan ev sökülüb. Kollektorda yaranan nasazlığın aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən təxirə salınmaz tədbirlərə başlanılıb. Xüsusi komissiya işləyir, onların çoxu alınır və bununla bağlı müvafiq tədbirlər görüləcək. Kollektorun çökən hissəsindən qabaqdan arxa hissəsinə SMP nasoslarla suyu vururuq ki, yəni orada fəsadlar çox olmasın. Paytaxt sakini Səbuh Məmmədov deyir ki, 13 il öncə aldığı evin kollektor üzərində tikilməsindən xəbərsiz olub. 3 il öncə evinin altında meydana gələn su sızmasından sonra bu barədə aidiyyatı qurumlar ona təhlükə barədə məlumat veriblər. Biz evi 2013-cü ildə almışıq. Biz alanda da təxminən 1 il olar da tikilmişdi ev. Yəni biz xəbərimiz olmuyor. Biz hazır almışıq. Biz nə bilək ki, bu altından kanalizasiya keçir. Sənədin var idi, evin çıxarışı var. Çıxarış deyil, yox, çıxarış deyil. Bakı Su Kanal İdarəsinin rəis müavini Əlizadə Nəsirovun sözlərinə görə nasazlığa səbəb olan ev 2012-ci ildə diametri 1200 mm olan dairəvi kollektorun keçdiyi ərazidə qanunsuz tikilib. Bu isə sonradan kollektorun fəaliyyətində problemlərin yaranmasına səbəb oldu. Və müşahidə etdiyiniz kimi hal-hazırda ərazidə qazıntı işləri aparılır və onu da nəzərinizə çatdırırım ki, sizin müşahidə etdiyiniz mənzərə fərdi yaşayış evinin söküntüsündən sonra olan mənzərədir. Qurumun rəis müavini onu da bildirdi ki, kollektorda yaranan nasazlığın tam şəkildə aradan qaldırılmasına bu vaxta kimi sökülən ev mane olub. Ev söküldüyü üçün hazırda qəzanın tamamilə aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. 2 mərtəbəli fərdi yaşayış evi kollektor üzərində tikilmiş. Bu da kollektora izafi yüklənmə yaratmış və izafi yüklənmə nəticəsində kollektora qəza baş vermişdir. Qəzanın aradan qaldırılması çətinlərin səbəbi ondan ibarət idi ki, qəza birbaşa fərdi yaşayış evinin altında yerləşirdi. Ora müdaxilə eləmək qeyri-mümkün idi. Qeyd edək ki, uzunluğu 16 km olan dairəvi kollektor paytaxtda ən uzun kollektorlardan biri hesab olunur. Rəşad Vəkiloğlu, Bəkir Həşimov, Space xəbər.